Mən sizlərə 4-cü sinif riyaziyyat dərsliyi üzərində tapşırıqların izahını verəcəm. Ədədin bölənləri və bölünənləri. Bir ədədin əvvəlcə öyrənmə materialına baxaq. Bir ədədin tam bölündüyü ədədə həmin ədədin böləni deyilir. Məsələn, burada 6-nı 2-yə bölür. 6-nı 2-yə böləndə 3-ü düşür. 6-nı 3-ə böləndə 2-si düşür. Buradan aydın olur ki, 2 və 3 6-nın bölənidir. 6-nın bölənlərini yazıb bura. 6 2-yə bölünür, 3-ə bölünür. Həmçinin 1-ə və özünə də bölünür. Qeyd edək ki, bütün ədədlər 1-ə və özünə bölünür. Bütün ədədlər 1-ə və özünə bölünür. Diqqət, burada diqqət edək. Bir bütün ədədlərin bölənidir. Ədədin özü də ədədin bölənidir. Qeyd etdik bunu. Yəni, bu cür yadımızda saxlayaq ki, bütün ədədlər 1-ə və özünə bölünür. Ədəd 6 ədədinin bölənlərini verib. 2-ni 3-ə vursaq 6-sı düşür. 3-ü 2-yə vursaq 6-sı düşür. 1-i 6-ya vursaq 6 edir. 6-nı 1-ə vursaq yenə də 6 edəcək. Bələdçi tapşırığında bizə nələr verib? Vurma cədvəlindən istifadə etməklə verilən ədədin bölənlərini tapın. Bəzilərini sahə modelindən istifadə etməklə təsvir edin. 12 ədədini sahə modelində qeyd edib, sahə modelində necə qeyd edirik? Yəni, 2-ni 6-ya vursaq 12 edər. Sahə modelində eni 2, uzunluğu 6 götürürük. Burada eni 1-dirsə, uzunluq 12 edəcək ki, hasilimiz 12 etsin. 3-ü 4-ə vuranda 12 edir. Ona görə də tərəfin birini 3, birini isə 4 götürürük. Biz də verilən ədədlərin sahə modelini göstərə bilərik. Məsəl üçün, 7-nin sahə modeli bu cür olacaq. 1 və 7. 7 sadə ədəddir. Yadımızda saxlayaq ki, 1-ə və özünə bölünən ədədlər sadə ədəddir. Sadə ədədlərin 2 bölən olur. 1 1-ə bölünür, bir də özünə bölünür. Baxın, 7 1 1-ə bölünür. 7-si düşür. Bir də 7 7-yə bölünür. 1-i düşür. 7-nin başqa böləni yoxdur. Buna görə bu cür ədədlərə deyirik ki, sadə ədədlər. Və bu cür sadə ədədlərin bir sahə modeli olur. 8-i göstərə bilərik. Məsələn, enini 2 götürərik. Uzunluğu 4 götürərik. Yəni, 2-ni 4-ə vursaq 8 edər. Və yaxud enini 1 götürərik. Uzunluğu 8 götürərik. Bu cür 1 və 8 kimi göstərə bilərik. 9 ədədini belə göstərə bilərik. Kvadrat çəkə bilərik sahə modelində. Enini uzunluğunu 3 yaza bilərik. 3 dəfə üçün 9 edir. Və yaxud da ki, eninə 1 yazsaq, uzunluğuna 9 qeyd edərik. 1 və 9. 10 ədədinin sahə modelini göstərə bilərik. Enin 1 götürsək, uzunluğu 10 götürərik. Və yaxud da ki, enini 2 götürüb, uzunluğunu 5 götürə bilərik. 2 və 5. Yerimiz bir qədər məhdud olduğu üçün qarışıq görünür. 15 ədədinin sahə modeli. Enini 3 götürsək, uzunluğunu 5 götürərik. 3 və 5. Və yaxud da enini 1 götürüb, uzunluğunu 15 götürə bilərik. 1, burada 15 qeyd edə bilərik. On 16 ədədinin sahə modelini götürə bilərik. Eni 1 götürsək, uzunluğu 16 götürürük. Eni 2 götürsək, uzunluğu 8 götürə bilərik. 2 və 8. Və yaxud da eninin uzunluğunu 4 götürə bilərik. 4-ü 4-ə vuranda 16 edir. 20-nin sahə modelini göstərə bilərik. 20-nin sahə modelini göstərə bilərik. Eni 1 götürsək, uzunluğu 20 götürərik. Yəni, 1-i 20-yə vursaq 20 edir. Və ya eni 2 götürə bilərik. Uzunluğu 10 götürərik.
2 və 10. Eni 4 götürsək, uzunluğu 5 götürərik. 4 və 5, 4 dəfə 5-in 20-dir. 30 ədədində isə necə götürə bilərik? Eni 1 götürsək, uzunluğu 30 götürərik. 1-i 30-a vursaq 30 edir. Və yaxud eni 2 götürə bilərik, uzunluğu 15 götürə bilərik. 2 uzunluq etsin 15. Sonra eni 3 götürsək, uzunluğu 3, uzunluğu bir qədər qısa çəkdik. Uzunluq 10 olsa 3'ü 10'a vursaq 30 edir. Və yaxud da eni 5 götürsək, uzunluğu 6 yazarıq ki, bura 5 olsa bura 6 ilə edəcək. 5 dəfə 6'nın 30 edir. Bu qaydada çəkib göstərə bilərik. Növbəti tapşırığa baxaq. Dairədəki ədədin bölənlərini verilmiş ədədlər arasından tapın. Tapaq. Birinci ədəd 32 verilib. 32 4'ə bölünürmü? Xeyr. 5'ə bölünür. Bəli, bölünür. 6'ya da bölünür. Üzr istəyirəm. 30'dur bu. Mən 30'un bölənlərini tapdım. Üzr istəyirəm. 32'nin bölənləri 32 4'ə bölünür. 8'ə bölünür. 8 və 4. 32'ni 4'ə bölsək 8'e düşəcək. 30'u 8'ə bölsək 4'ə düşəcək. Fikrim 30 ədədinə getdi. Ona görə 5 və 6'nı dedim. 13 sadə ədəddir. 13 sadə ədəd olduğu üçün 1'ə və 13'ün özünə bölünəcək. Qeyd etdik ki, sadə ədədlər ancaq 1'ə və özünə bölünür. Yəni sadə ədədlərin 2 dənə böləni olur, başqa böləni olmur. 48 ədədi 2'yə bölünür, 24'ü düşür. 6'ya bölünür, 8'i düşür. 8'e bölünsə 6'sı düşəcək. 120 ədədi. 120 ədədi 3'ə bölünür, 40'ı düşəcək. 4'ə bölünür, 30'u düşür. 6'ya bölünsə 20'si düşəcək. 10'a bölünsə 12'si düşəcək. Bölənlərini qeyd etdik. 1400 ədədi 2'yə bölünür, 700 düşür. 3'ə bölünməyəcək. 5'ə bölünür, sonu sıfırla bitirsə 5'ə bölünəcək. 7'ye bölünür, 200'ü düşür. Sonu sıfırla bitdiyi üçün 10'a da bölünəcək. Növbəti tapşırığa baxaq. Vurma cədvəlindən istifadə etməklə verilmiş ədədlərin bir neçə bölənini tapın. Tapaq. 18'in böləni. 18'in böləni. 18 2'ye bölünür. 3'ə bölünür. 6'ya bölünür. 9'a bölünür. 1'ə və özünə də bölünür. Dedik ki, bütün ədədlər 1'ə və özünə bölünür. Ona görə onları qeyd etmədik. 24 ədədi 2'ye bölünür, 3'ə bölünür, 4'ə bölünür, 6'ya bölünür, 8'ə bölünür, 12'ye bölünür. Vurma cədvəlində biz 12'ni görməyəcəyik. Amma 2'yə bölünməni görürük. Çünki 2'ni də görmürük. 24'ü 3'ə bölsək 8'i, 24'ü 4'ə bölsək 6'sı, 24'ü 6'ya bölsək 4'ü, 24'ü 8'ə bölsək 3'ü düşəcək. 29 sadə ədəd olduğu üçün 1'ə və 29'a bölünür. Sadə ədədlər 1'ə və özünə bölünür. 35 5'ə bölünür, 7'yə bölünür, 1'ə və özünə də bölünür. 36 ədədi 2'yə bölünür, 3'ə bölünür, 4'ə bölünür, 6'ya bölünür, 9'a bölünür, 12'ye bölünür, 18'ə bölünür. Vurma cədvəlindən istifadə etməklə 2'yə, 3'ə, 4'ə, 6'ya, 9'a bölünməsini tapa bilərik. 40 ədədi 2'yə bölünür, sonra 4'ə bölünür, 5'ə bölünür, 8'ə bölünür, 10'a bölünür, sonra 20'ye bölünür. 1'ə və özünə də bölünəcək. 45 ədədi 5'ə bölünür, 9'a bölünür, 3'ə bölünür, sonra 15'ə bölünür, 1'ə və 45'ə də bölünür. 47 ədədi sadə ədəddir. 47 ədədi sadə ədəddir, ancaq 1'ə və 47'nin özünə bölünəcək. 49 ədədi 7'ye bölünür, 1'ə və 49'un özünə də bölünür.
Sonra 54 ədədi 2-yə bölünür, 3-ə bölünür. Sonra 6-ya bölünür, 9-a bölünür. Başqa 18-ə bölünür, 27-yə bölünür. 1-ə və 54-ün özünə də bölünəcək. Sadə ədədlər haqqında bizə məlumat verib ki, yalnız 2 böləni 1-ə və özünə bölünən ədədlər, yəni sadə ədədlərdir. Məsələn, 7-dir, sadə ədəddir. Niyə görə 7 sadə ədəddir? Çünki ancaq 1-ə və özünə bölünür. Başqa bölənini tapa bilmirik. Bir də əziz şagirdlər, bunu yadınızda saxlayın ki, sadə ədədlər haqqında ardıcıl ədədlər bir-biri ilə qarşılıqlı sadə ədədlərdir. Məsəl üçün, 6 və 7 ədədi bir-biri ilə qarşılıqlı sadədir. 8 və 9 ədədi bir-birindən qarşılıqlı sadə ədəddir. 10 ilə 11 ədədi bir-birindən qarşılıqlı sadə ədəddir. Ardıcıl ədədlər bir-birindən qarşılıqlı sadə ədəd olur. Yəni, ortaq bölən kimi hər hansısa bir ədəd götürə bilmərik. Həmin ədədləri, ardıcıl ədədlərin ortaq bölənlərini tapa bilmirik. Onların bölünənləri bir-birinin hasilinə bərabər olur. Verilən ədədlər arasında sadə ədədləri tapın. Baxaq. 2 sadə ədəddir. 1-ə və 2-yə bölünür. 3 və sadə ədəddir. 1-ə və 3-ə bölünür. 5 sadə ədəddir. 1-ə və 5-ə bölünəcək. 11 sadə ədəddir. 1-ə və 11-ə bölünür. Amma 12 sadə ədəd deyil. 2-dən çox böləni olan ədədlər mürəkkəb ədədlərdir. Bax, 12 2-yə bölünür, 3-ə bölünür, 4-ə bölünür, 6-ya bölünür, 1-ə və 12-nin özünə də bölünür. 6 dənə böləni tapdıq. Ona görə də bu sadə ədəd deyil. Belə ədədlərə mürəkkəb ədəd deyirik. 15 3-ə və 5-ə bölünür, həmçinin 1-ə və özünə də bölünür. 4 dənə bölənini tapdıq. 23 sadə ədəddir, 1-ə və özünə bölünəcək. 47 sadə ədəddir. 83 ədədinin böləni varmı? 2-yə bölünmür, 3-ə bölünmür, 4-ə bölünmür, 5-ə bölünmür. 83 ədədi 6-ya bölünməyəcək, 7-yə də bölünməyəcək. 83 ədədi belə sadə ədəddir. Baxaq. Ədədə tam bölünən ədədlər həmin ədədin bölünənləri adlanır. Başqa sözlə, ədədin misilləri onun bölünənləridir. Məsələn, 3, 6, 9, 12, 15, 18, 21 ədədləri 3-ün bölünənləridir. Bizə ədədin bölünəni nə oldu? Ədədə tam bölünən ədədlər həmin ədədin bölünəni olur. Baxın, 3 3-ə tam bölündü. 6 da 3-ə tam bölündü. 9 da 3-ə tam bölündü. 12 də 3-ə tam bölündü. Buradan aydın olur ki, 3-dür, 6-dır, 9-dur, 12-dir. Bunlar hamısı 3-ün bölünənləridir. Bəzən bir ədədin başqa ədədə tam bölündüyünü bölünmə əlamətlərinə əsasən müəyyən etmək olar. Bu nə deməkdir, əziz şagirdlər? Diqqət edək. Bəzən bölmə əməlini yerinə yetirmədən bölməni, məsəl üçün 6-6 bölmədir, böldük, tapdıq. Bu əməli aparmadan belə bölmənin əlamətlərini bilməklə, tətbiq etməklə biz asanlıqla baxa bilərik ki, bu ədəd 2-yə bölünürmü, 3-ə bölünürmü, 5-ə bölünürmü? Bölmənin əlamətlərini bilməklə tətbiq edirik. Məsələn, burada yazıb ki, 3429 ədədinin rəqəmləri cəmi 3-ə tam bölündüyü üçün bu ədəd 3-ə bölünür. Gəlin biz bölmənin əlamətlərinə baxaq. 2-yə bölünmənin əlaməti odur ki, bütün cüt ədədlər 2-yə bölünür. Cüt ədədlər deyəndə hansı ədədlər nəzərdə tutulur? Cüt ədədlər sonu 0, 2, 4, 6, 8 rəqəmləri ilə bitən ədədlərdir. Hansı ədədin ki sonu 0, 2, 4, 6, 8 ilə bitir? Birinci, bu ədədlər cüt ədəddir. Və cüt ədədlər də 2-yə tam olaraq bölünür. Məsəl üçün, burada yazıb 28, 346, 1250 2-yə bölünür. Niyə görə? Baxın, sonu 8 ilə bitib cüt ədəddir, 6 ilə bitib cüt ədəddir, 0 ilə bitib cüt ədəddir. Qayda olaraq yadımızda saxlayırıq ki, bütün cüt ədədlər 2-yə tam bölünür. 3-ə bölmənin əlaməti, rəqəmlərinin cəmi 3-ə bölünən ədədlər 3-ə bölünür. Bu nə deməkdir? Məsəl üçün, 3429 ədədini verib, bölmə aparmadan biz bilirik ki, bu ədəd 3-ə bölünür. Niyə görə? Çünki rəqəmlərini toplayanda baxırıq, rəqəmlərinin cəmi 18 edir. 18 3-ə bölünür.
18 3-ə bölünəndə 6-sı düşür. Demək ki, bu ədəd 3-ə bölünür. Və yaxud başqa bir ədəd yaza bilərik. Məsələn, mən bura bir uzun ədəd yaza bilərəm. Və soruşa bilərəm ki, ay uşaqlar, 64644 ədədi 3-ə bölünürmü? Bu ədədi 3-ə bölmək olar. Biz oturub ağaclı bölmə, alt-alta bölmə mənni yerinə yetirmədən bölmənin əlamətini yadımıza salıb suala tez cavab verə bilərik ki, 6-nın üzərinə 4 gəlsə 10, 10-un üzərinə 6 gəlsə 16, 16-nın üzərinə 4 gəlsə 20, 20-nin üzərinə 4 gəlsə 24 edir. Rəqəmlərinin cəmi 24 etdi. 24 də 3-ə bölünür, 8-i düşür. Demək ki, 64644 ədədi də 3-ə tam bölünəcək, qalıqsız bölünəcək. Qaydamız oldu ki, rəqəmlərinin cəmi 3-ə bölünən ədədlər 3-ə bölünür. 0 və ya 5 rəqəmlərlə qutaran ədədlər 5-ə bölünəcək. 5-ə bölünmənin əlamətidir. Yəni, son rəqəmi 0 və 5-dirsə, bu ədədlər 5-ə bölünür. Bu nə deməkdir? Məsələn, biz bir ədədin 5-ə bölünüb bölünmədiyini, yəni bölmə mənni yerinə yetirmədən də bilə bilərik. 63290 ədədinin sonu 0-la bitib 5-ə bölünür. 325 ədədinin sonu 5 ilə bitib sonuna baxırıq. Sonuncu rəqəminə baxırıq. 5 ilə bitdiyi üçün bilirik ki, bu ədəd 5-ə tam olaraq bölünəcək. Başqa bir ədəd yazıram. 3246. Sual versəm ki, ay uşaqlar, 3246 5-ə bölünürmü? Bölmənin əlaməti sonu 0 və 5 ilə bitən ədədlər 5-ə bölünür. Sonu 6 ilə bölündüyü üçün bu ədədlər, bu cür ədədlər 5-ə tam bölünməyəcək. Qalıq qalacaq. Qalığımız da 1 olacaq. Çünki 5-in üzərinə 1 gələndə 6 edir. Sonuncu təkliyinə baxırıq. 6-dırsa, buradan aydın olur ki, qalıq qalacaq. Tam bölünməyəcək. Həm 2-yə, həm də 3-ə bölünən ədədlər 6-ya da bölünür. 6-ya bölünmənin əlamətidir. 2-yə və 3-ə bölünən ədədlər 6-ya bölünür. Bu nə deməkdir? Məsələn, qarşısında nümunə olaraq da yazır. Mən başqa bir misal göstərim. Məsələn, bir ədəd yazıram. Aha, 6312. 6312 ədədi 6-ya bölünürmü? Baxın, 6312 ədədinin 6-ya bölünüb bölünmədiyini bilmək üçün bölmənin əlamətini yada salırıq. Biz dedik ki, 2-yə və 3-ə bölünən ədədlər 6-ya da bölünür. Baxırıq ki, 6312 cüt ədəddir. Cüt ədəddirsə 2-yə bölünəcək. 2-yə bölünür. Bəs bu ədəd 3-ə bölünürmü? 3-ə bölünmənin əlaməti rəqəmlərinin cəmi 3-ə bölünən ədədlər 3-ə bölünür. 6-nın üzərinə 3 gəlsə 9, üzərinə 1 gəlsə 10, 10-un üzərinə 2 gəlsə 12 edəcək. Demək ki, bu ədəd 3-ə də bölünür. 2-yə və 3-ə bölündüyü üçün, demək bu ədəd 6-ya da bölünəcək. Qaydamız bu oldu. 9-a bölünmənin əlaməti rəqəmlərinin cəmi 9-a bölünən ədədlər 9-a bölünür. Məsəl üçün 918. Rəqəmlərini toplasaq 9-un üzərinə 1 gəlsə 10, üzərinə 8 gəlsə edir 18. Rəqəmlərin cəmi 18-dir. 18 9-a bölünür? Bəli, bölünür. İkisi düşür. Demək 918 də 9-a tam bölünəcək. 0 rəqəmi ilə qurtaran ədədlər də 10-a bölünür. Yəni hansı ədədin sonu 0-dırsa bu ədədlər 10-a bölünmüş olacaq. Bu bizim izahlarımız. Deyir 9-a tam bölünən ədədlər 3-ə də bölünür. Fikrini izah edin. Bəli, yadımızda saxlayaq ki, 9-a bölünən ədədlər 3-ə də bölünəcək. Hansı ədəd 9-a bölünürsə, həmin ədəd 3-ə də bölünəcəkdir. Amma qarışdırmayaq, ha. Bəzən şagirdlər qarışdırırlar. 3-ə bölünən ədədlər belə də fikir yazılır ki, 3-ə bölünən bütün ədədlər 9-a da bölünür. Bu yanlış fikirdir. 3-ə bölünən bütün ədədlər 9-a bölünmür. Məsələn, 12 3-ə bölünür 4-ə, amma 12 9-a bölünmür. 12 9-a bölünəndə 1 düşür, qalıq qalır 3. Amma 9-a bölünən bütün ədədlər 3-ə bölünür. Niyə görə? İzahı da budur ki, çünki 9-un özünün içində 3 var. 9 3-ə bölünür. 9 3-ə bölünür, 3 düşür. 9-un içində 3 olduğu üçün 9-a bölünən istənilən bir ədəd yazsaq, həmin ədəd 3-ə də bölünəcək. Məsələn, 9 9-a bölünür. Doğrudurmu? 1 düşür. 9 həmçinin 3-ə də bölünür. 3-ü düşür. 18 9-a bölünür. 2-si düşür. 18 həmçinin 3-ə də bölünəcək. 6-sı düşəcək. Məsələn, 27 ədədi 9-a bölünür. 3-ü düşür. 27 həmçinin 3-ə də bölünəcək. 9-u düşəcək. 36 ədədi 9-a bölünür. 4-ü düşür. 36 ədəd 9-a bölünürsə, yəni əminliklə yaza bilərsiniz ki, bu ədəd 3-ə də bölünür. Düşəcək 12-si. Aydındırmı? Düşünürəm ki, aydındır. Növbəti tapşırığa baxaq. Venn diaqramının orta hissəsinə uyğun əlaməti tapın. Diaqram
Bunun hissələrində hansı ədədlər olacaq? Bölmə əlamətlərinə əsasən müəyyən edin. Gəlin baxaq. 2-nin bölünənləri, 9-un bölünənləri Venn diaqramında yadımızda saxlayaq ki, ortada ortaq xüsusiyyətlər verilir. Yəni ortada olacaq ki, bu ortada yazılmalıdır ki, 2-yə 2-yə və bu cür yazaq. 2-nin və 9-un bölünənləri. 2-nin və 9-un bölünənləri. Kənarda, baxın, bura 2-nin bölünənlərini yazacağım. Bura 9-un bölünənlərini yazacağım. Ortada isə 2-nin və 9-un bölünənlərini yazacağım. Onun üçün də nə edirik? Bölmənin əlamətlərinə əsasən tətbiq edirik. Məsələn, 120 ədədi verib. 120-nin rəqəmlərinin cəmi 3 edir. Rəqəmlərin cəmi 3 edirsə, bu ədəd 3-ə bölünəcək. 9-a bölünməyəcək. Rəqəmlərin cəmi 9-a bölünən ədədlər 9-a bölünür. Amma sonu 0-la bitib cüt ədəd olduğu üçün 122-yə bölünəcək. Biz bildik ki, bütün cüt ədədlər 2-yə bölünür. 330 ədədi də həmçinin 3-ün üzərinə 3 gəlsək 6, üzərinə 0 gəlsək 6. Rəqəmlərin cəmi 9-a bölünmədi. Ona görə bu ədəd 9-a bölünməyəcək. Amma sonu 0-la bitib cüt ədəd olduğu üçün bu ədəd 2-yə bölünəcək. 135 ədədinin rəqəmlərinin cəmi 9-dur. 9-a bölünəcək. Bəs 2-yə bölünürmü? Xeyr, sonu 5 ilə bitdiyi üçün tək ədəddir. Sonu 1, 3, 5, 7, 9 rəqəmlərlə bitən ədədlər tək ədədlər olur. Biz bilirik ki, tək ədədlər 2-yə bölünmür. Tək ədədlər 2-yə bölünəndə hər zaman qalıq 1 qalır. Bu ədəd ancaq 9-a bölünəcək. Ona görə 9-un bölünənlərin altında yazırıq. 234 ədədi. 234 ədədinin rəqəmləri cəmi 9-dur. 2-nin üzərinə 3 gəlsək 5, 5-in üzərinə 4 gəlsək 9 edir. Rəqəmlərin cəmi 9, 9-a bölünür. Sonu 4-lə bitib cüt ədəddir. Cüt ədəddirsə 2-yə də bölünür. Demək ki, bu ortaq xüsusiyyətdir. Həm 2-nin, həm də 9-un bölünənidir. Ona görə ortaya yazılır. 243 ədədinin rəqəmlərinin cəmi edir 9. 9-a bölünəcək. Bəs 2-yə bölünürmü? Tək ədəd olduğu üçün 2-yə bölünməyəcək. Ona görə bu ancaq 9-un bölünənidir. Altından qeyd edirik. Digərinə baxaq. 6-nın bölünənləri, 10-un bölünənləri. 6-nın bölünənlərini öyrəndik ki, 2-yə, eyni zamanda 3-ə də bölünən ədədlər 6-ya bölünür. 2-yə və 3-ə bölünən ədədlər 6-ya bölünür. 10-a bölünmənin əlaməti oldu ki, sonu 0-la bitən ədədlər 10-a bölünür. 6-ya bölünməni tapaq. Sonu 0-la bitib cüt ədəddir. Cüt ədəddirsə 2-yə bölünəcək. Bəs bu ədəd 3-ə bölünürmü? 7-nin üzərinə 5 gəlsə 12, üzərinə də 0 gəlsə yenə də 12 edəcək. 12 3-ə bölünür? Bəli, bölünür. 12 3-ə bölünür. 750 ədəd demək 3-ə də bölünür. Cüt ədəd olduğu üçün 2-yə də bölünür. Demək ki, bu ədəd 6-ya tam olaraq bölünür. 10-a bölünürmü? Sonu 0-la bitən ədədlər 10-a bölünür. Demək ki, 750 ədədi həm 6-nın, e, 750 ədədi həm 6-nın, həm də onun bölünənidir. Ona görə də ortaq fikir kimi ortaya yazırıq. Burada da ortaq fikir olacaq ki, 6-nın və onun bölünənləri. 1250 ədədi, 1250 ədədi sonu 0-la bitib 10-a bölünür. Öz yerində. 6-ya bölünürmü? 6-ya bölünür. Sonu 0-la bitibsə cüt ədəddir, 2-yə bölünür. Görə 3-ə də bölünürsə 6-ya da bölünəcək. Rəqəmlərinin cəmi 1-in üzərinə 2 gəlsək 3, üzərinə 5 gəlsək 8, 8-in üzərinə 0 gəlsək 8. Gördüyümüz kimi 8 3-ə bölünmür. 1250 ədədi demək ki, 2-yə bölünüb 3-ə bölünmürsə 6-ya da bölünməyəcək. Yalnız 10-a bölünəcək. Sonu 0-la bitdiyi üçün yalnız 10-a bölünəcək. 3420 ədədi sonu 0-la bitib 10-a bölünəcək. Bəs 6-ya bölünürmü? Sonu 0-la bitib cüt ədəddir. 2-yə bölünür. 6-ya bölünmənin əlamətləri sonu, daha doğrusu 2-yə və 3-ə bölünən ədədlər 6-ya da bölünür.
Sona sıfırla bitib 2-yə bölünür. Rəqəmlərin cəminə baxaq. 3-ün üzərinə 4 gəlsək 7, üzərinə 2 gəlsək 9. 9 3-ə bölünürmü? Bölünür. 9-u 3-ə bölündə 3 düşür. Demək ki, 3420 ədədini 2-yə də bölmək olur, 3-ə də bölmək olur. Demək ki, bu ədəd 6-ya da bölünəcək. 3420 ədədi hər ikisinin bölünənidir. Aha, 8112. Baxırıq, sonu sıfırla bitmir. Bu ədəd 10-a bölünməyəcək. Bəs 6-ya bölünürmü? Baxaq, cüt ədəddir. Sonu 2 ilə bitib. Demək ki, 2-yə bölünəcək. Bütün cüt ədədlər 2-yə bölünür. 3-ə də bölünürmü? 8-in üzərinə 1 gəlsək, 9 üzərinə 1 gəlsək, 10, 10-un üzərinə 2 gələndə 12. 12 3-ə bölündə 4-ə düşür. Demək ki, bu ədəd 3-ə də bölünür. 2 və 3-ə bölünürsə 6-ya da bölünmüş olacaq. Davam edək. Sinifdə məsələlərə baxırıq. 5-ci məsələyə. Sinifdə 29 şagird oxuyur. İdman dərsində müəllim onları hər birində eyni sayda şagird olmaqla komandalara bölə bilərmi? Cavabınızı əsaslandırın. Sinifdə 29 şagird varsa, əziz şagirdlər, biz bunu sahə modelində göstərsək, bax 29-u yalnız belə göstərə bilərik. Enini 1, uzunluğunu 29 göstərə bilərik. 29 1-ə və özünə bölünür. Vurma cədvəlinə də baxsaz görərsiniz ki, hər hansı bir ədədi bir-birinə vurub 29 almırıq. 29 1-ə və 29-a bölünür. Sadə ədəddir. Müəllim bu şagirdləri komandalara bölə bilməyəcək. Deyir, onların hər birində eyni sayda şagird olmaqla komandalara bölə bilərmi? Xeyr, bölə bilməz. Səbəb də odur ki, 29 sadə ədəddir. Yalnız 1-ə və özünə bölünür. Yəni, bir dənə sahə modelini göstərə bilirik, başqa bilmirik. Yəni, komandalara ayıra bilmirik. 6-cı məsələyə baxaq. Bağban 18 alma ağacını hər cərgədə eyni sayda olmaqla əkdi. Sonra o 12 armud ağacını da həmin cərgələrə bərabər sayda olmaqla əkdi. Bu cərgələrin sayı 3, 4, 6, 9 ola bilərmi? Baxın, bağban 18 alma ağacını əkir. Sonra da həmin cərgə ilə gəlir 12 dənə armud ağacını əkir. Bizdən soruşur ki, bu cərgələrin sayı 3, 4, 6, 9 ola bilərmi? Gəlin biz bu tapşırığı yerinə yetirmək üçün 18-in və 6-nın bölənlərinə diqqət edək. 18-in bölənləri 18 2-yə bölünür, 3-ə bölünür, 6-ya bölünür, 9-a bölünür, 1-ə və özünə bölünməsi də var. Bunları qeyd etmədim. Həmçinin 12 2-yə bölünür, 3-ə bölünür, 4-ə bölünür, 6-ya bölünür. Aha. Bizdən soruşur ki, bu cərgələrin sayı hansı ola bilər? A-da 3 verib, B-də 4 verib, C-də 6 verib, D-də 9 verib. Biz bu tapşırığı yerinə yetirmək üçün 18 və 12-nin bölənlərini yazırıq. Bölünənlərini yox ha, bölənlərini. Bax, diqqət edək. Və biz bunların ortaq böləninə baxırıq. Baxırıq ki, 18-in də 12-nin də ortaq olaraq 2-yə bölünür. Ortaq olaraq 3-ə bölünür. Və ortaq olaraq 6-ya da bölünür. Yəni, bunların ortaq olan bölənləri ortaq olan cərgələrin sayı olacaq. Variantlara da baxanda baxırıq ki, 2 var ortaq bölənlər içərisində, amma variantlarda yoxdur. 3 var, bir də 6 var. Demək ki, bu cərgələrin sayı 3 və 6 ola bilər. Növbəti 7-ci məsələmizə baxırıq. Şagirdlər məktəbin həyətində hər cərgədə eyni sayda olmaqla əvvəlcə 6, sonra 7 cərgə düzdülər. Şagirdlərin sayı 70-dən çox, 90-dan az idi. Məktəbin həyətində cəmi neçə şagird var idi? Bir daha diqqət edirik. Şagirdlər məktəbin həyətində hər cərgədə eyni sayda olmaqla əvvəlcə 6 cərgədə, sonra isə 7 cərgədə düzüldülər.
Şəkilə də diqqət etsək görərik. Şagirdlər düzülüblər. Əvvəlcə 6 cərgə düzülüblər. Sonra isə 7 cərgə düzülüblər. Amma biz bilmirik ki, şagirdlərin sayı nə qədərdir. Bizə deyir ki, şagirdlərin sayı 70-dən çoxdur, 40-dan azdır. Məktəbin həyətində cəmi neçə şagird var? Gəlin diqqət edək. Biz 6-nın və 7-nin bölünənlərini tapaq. 6-nın 7-nin ortaq bölünənləri nə ola bilər? Mən bayaq qeyd etdim ki, yəni ardıcıl ədədlərin bölünəni onların hasilinə bərabər olur. 6 və 7-nin bölünəni 6 və 7-nin bölünəni 6 dəfə 7-nin 42-dir. Bir-birinin hasilinə bərabər ola bilər. 6 dəfə 7-nin edir 42. Yəni 42 6-ya da bölünür, 7-yə də bölünür. Bizim cavab ola bilərmi 42? Xeyr, ola bilməz. Niyə? Səbəb? Çünki bizə tapşırığın şərtində deyir ki, şagirdlərin sayı 70-dən çox 90-dan az idi. Məktəbin həyətində cəmi neçə şagird var? Biz bu halda 70 ilə 90 arasında 70 ilə 90 arasında 6-ya və 7-yə bölünən ədəd tapmalıyıq. 6-nın və 7-nin bölünənləri 42 ola bilər. Sonra 42-nin üzərinə 42 gəlsək 84 ola bilər. 84-ün üzərinə 42 gəlsək 126 ola bilər. Bu qaydada gedir. Baxın, 42 bizim cavab olmadı. Çünki şagirdlərin sayı 70 ilə 90 arasındadır. 42 70-dən azdır. 84 ola bilərmi? Bəli. 84, 70 və 90 arasında yerləşir. Elə buradan aydın olur ki, şagirdlərin sayı 84 nəfər imiş. 126 ola bilərmi? Xeyr. Çünki 126 90-dan çoxdur. 90-dan böyükdür. Bizə 70 ilə 90 arasında 6-ya və 7-yə bölünən ədəd lazım idi. Bu da 84-dür. 84-ü 6-ya bölsək düşəcək 14. 4 dəfə 6-ın 24, 4 2-yə də 6 dəfə 1-in 6. Aha. Həmçinin də 84-ü 7-yə bölsək düşəcək 12. Buradan aydın olur ki, uşaqların sayı 84 nəfər imiş. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda